Atam bir gözünü asmışdı, Elnur nereden atıştı, kəsdi, düştü yere. Elnur çıxdı, nereden kəsdi, bıçaqla düştü yere. İlə pis olmuşdu çok. 2-3 ildə evə unzak girmirdi də, ac qalırdılar. Arada pul olanda çörək alırdılar, olmayanda ac qalırdılar. İndi amma hamısını gətirib yığıblar bura. Her şey var. Elnur Etulan hiçbirinin dadını tamam bilmirdi. Ne xurması, ne mamanatı, ne şor tükəsi, ne işleyin. Hamısından şişirdi. O kadar göz tok uşağı heç bir dənəsində cəmaata gedəndə yemirdi heç kimin önündə. Bir dəfə yolda qaz durbasının üstündə oturmuşmuş. Ayağı da suymuş naskısı. Qonşu deyib ki, deyək o naskı ceyin, deyək ayağı o. Naskım yoxdur, ne ceyinim. Cəmaatın paltarı ilə böyüyüb. Pomidor çörəklə böyüyüb. Süt qatıq da görməyib peşini. Cəmaat verirdi da özümüzün heç nəyimiz olmayıb, almamışıq. Məktəbə cinlə cəmaat verirdi. Qonşu paltarda bundan deyib gəlirdi. Ayaqqabıda.